Herkese salam. Happy Novruz holiday. Bugün sizinlə Novruzla əlaqədar ifadələr bölüşəcəm. Ready? Let's get started. So, wheat sprouting mənası səməni cücərdilməsi deməkdir. Yumurta boyamaq. Bəs bunu ingilis dilində necə ifadə edərik? Eggs dyeing. Çoxumuzun etdiyi qulaq falı. Bəs bunu necə ifadə edərik? Eavesdropping. Yumurta toqquşdurmaq. Egg tapping. Papaq atmaq. Bəs bunu necə ifadə edək? Hat throwing. Tonqal qalamaq. Light bonfire. Tonqaldan tullanmaq. Jump over bonfire. Bəs xonça bəzəmək sözünü ingilis dilində necə ifadə edərik? Zəhmət olmasa, rəy bölümündə yazmağı unutmayın.